Esselamu Aleyküm ve Rahmetullah. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil Alemin. Elhamdülillahillezî cealel hamde miftahan li zikrih ve sebeben lil mezîdi min fadlih ve delilen ala âlâihi ve azametih. Vessalatu vesselamu ala abdillahi ve rasulih ve sefiyyihi ve habibih ve hafizi sirrih ve mübelliği risalatih seyyidina ve nebiyyina ve mevlana Ebil Qasimil Mustafa Muhammed ve ala ehli beytihi tayyibinel tahirinel ma'suminel mukerremin siyyumel huccah beqiyetillah fil arazin ruhi ve arvahul alemine lehul fida. Usikum ve nefsi bi tegvallah. Size ve özüme ilahi tegvaya riayet eləməyi, gizlində və aşkarda Allah'tan qorxmağı tövsiyə edirəm. Bugün Şaban ayının 30-cu günüdür, sabah inşallah Ramazan ayının 1-ci günüdür. Və hər kim bugün oruç tutubsa, Şaban ayının 30-cu gününün orucudur. Qəza tutanların boynundan qəza götürülür, müstəhəb oruç tutanların namə əməlinə oruç savabı yazılır. Bugün Ramazan ayından hesab olunmur. Sabahdan inşallah mübarək Ramazan ayı daxil olur. Və mən ikinci xutbədə İnşallah bu məsələyə, Ramazan ayı ilə bağlı bir sıra məsələlərə işarə eləmək istəyirəm. Birinci xutbədə isə keçən həftədə danışdığımız mövzuya yenidən toxunmaq istəyirəm. Keçən həftə danışdığımız mövzu ətrafında bəhsimizi davam elətdirmək istəyirəm. Xatırlayırsınızsa, məclisdə olanlar bilirlər ki, bu neçə cüməni, neçə həftəni biz insanın dünya həyatına İslamın baxışı haqqında danışırıq. İslam insanın dünyada yaşayışına necə yanaşır və İslam yalnız axirətdə insanlara ləzzət bəxş eləmək üçündür, yoxsa həm də dünya həyatında İslam sayəsində yaşayan mömin insanlar dünyada da ləzzət almalıdırlar və xoş yaşamalıdırlar. Cavab belə oldu ki, din yalnız axirətdə insana saadət və xoşbəxtlik bəxş eləmək üçün yox, həm də dünyada insana xoş və ləzzətli bir yaşayış bəxş eləmək üçündür. Din sayəsində insan yaşayırsa, dünyada da yaşamağı xoşdur, həyatı ləzzətli, şirindir, axirətdə də xoşdur. Amma bir çoxlarının təsəvvüründə ləzzətli yaşayış, ləzzətlə dolu həyat, qəm-qüssəsiz yaşamaqdır. Bəziləri belə zənn eləyir. Bilirlər, insan ləzzətlə yaşamaq istəyirsə, həyatında gərək qəm-qüssə olmasın. Bunu dedik ki, əvvəla bu mümkün bir şey deyil, mümkünsüzdür insan dünyada yaşasın, hər kim olur olsun, nə əqidədə olursa olsun. Elə bir yerdir ki, dünya, orada qəmsiz, qüssəsiz yaşamaq mümkünsüzdür. Elə bir insan ola bilməz ki, dünyada yaşasın, heç zaman qəmlənməsin, heç zaman kədərlənməsin. Bunun baş verməsi mümkünsüzdür. İkincisi də bizim təsəvvürümüz qəm barədə yanlışdır. Səhv təsəvvürdəyik biz insanların çoxumuz. Qəm öz-özlüyündə, qəmin heç də bütün növləri acı bir şey deyil. Qəmin xoş və şirin növləri də var. Bəzi qəm növləri var ki, qəm olmaqla yanaşı, həm də insan üçün ləzzətli və xoş bir his bəxş eləyir. Qəmin belə növləri də var. Qəmin bir növü var ki, insan qəmlənməklə həm də şad olur. Əslində insanın bütün yaşayışının ləzzəti bu qəmdən qaynaqlanır. Bu qəm olmaqla bir yerdə həm də bir ləzzət mənbəyidir insan üçün. Qəmin bu növü də var. Və din də deyir ki, insan bu qəmlə yaşamalıdır. Bunsuz yaşaması mümkün deyil. Bunsuz yaşayırsa öz yerini tapmayıb. Əgər bu qəm insanın ürəyinə girməsə, insanın həyatı xoş və ləzzətli ola bilməz. O hansı qəmdir ki, din bu qəmi
bəyənir və insana xoş təəssürat verir bu qəm və bu qəm əslində elə ləzzətin özüdür, xoşluğun özüdür. O hansı qəmdir? O Allahdan ayrı düşmək qəmidir. İnsan dünyada ikən, dünyada yaşadığı müddətdə öz mənbəsindən, öz məbdəyindən ayrı düşdüyünə görə bu elə bir məkandır ki, burada qalan insan o aləmdən, Allahdan qopub gəlib deyə, bu aləmdə, dünya adlanan yerdə insan Allahdan ayrıdır. Və bu ayrılığın özünə məxsus bir qəmi və qüssəsi var. Bu ayrılıq insan qəlbinə qəm gətirir, kədər gətirir. Bu qəmə çatmadan insanın xoşbəxt olması mümkün deyil. Sözlərin zahirinə insan baxanda bəzən təsəvvürlər o qədər yanlışdır ki, kimsə qəm haqqında danışanda insanlar elə bilir ki, bu acı bir şeydən danışır. Amma bu təsəvvürü zehnimizdən çıxardaq və din məntiqinə müraciət eləyək. Din buyurur ki, insanın ürəyində Allah qəmi olmadan insan xoşbəxt, xoş və ləzzətlə yaşaya bilməz. Bu bir mənalıdır. İnsan dünyada Allahdan ayrıdır deyə ürəyində bir niskil var. Bu insana zatı xas olan bir xüsusiyyətdir. Amma bu qəmi üzə çıxartmaq üçün insan nə etməlidir? Bundan istəyirəm bugün danışaq və bəlkə də qəm mövzusunu bu həftə tamamlayaq. Bu qəmə çatmaq üçün ilk növbədə insanın Allahla əlaqə yaratmasına ehtiyac var. İnsan Allahla əlaqə yaratmalıdır. Ümumiyyətlə, yaradılışın əsas məqsədi nədir? Bizi Allah niyə yaradıb dünyaya göndərib? Cavab budur ki, Allah bizi dünyaya göndərib, bizdən bir şey istəyir ki, biz onunla əlaqə yaradaq. Allahla əlaqə yaradaq. Yəni, mövzu budur. Necə kitabı açırsan deyə kitabın mövzusu nədir? Onu bizə bildirirlər. Əvvəlcədən bilirik bu nə mövzuda yazılan kitabdır. Həyat kitabına ad qoymaq istəsək ki, həyatın mövzusu nədir? Mövzu məxluqun xaliqlə əlaqə yaratması, insanın Allahla əlaqə yaratması. Bu yaradılışın məqsədidir. Mövzu budur. Bütün dini hökmlərin hamısına baxırsan, bu əlaqəni yaratmaq üçündür. Bütün dini hökmlər. Və bütün ləzzətlər də insan üçün təsəvvür olunan və olunmayan ləzzətlərin hamısı bu əlaqədədir. Bu əlaqə yaransa, ləzzət gətirir dalıca. Yaranmasa yox. O əlaqə necə yaranır? Necə yaranır insanla Allah arasında əlaqə? Bu bizim üçün vacib məsələdir. Çünki bu yaradılışın mövzusudur. Hamıya aid olan mövzudur. Heç kəs deyə bilməz ki, mən istisnayam, mənə lazım deyil. Çünki bu Allah bəndə münasibətidir. Bu əlaqə necə yaranır? Necə eləyək Allahla əlaqə yaransın bizim aramızda? Onun bircə yolu var, ikinci yol yoxdur. O bircə yol bundan ibarətdir ki, bütün aləmlə əlaqəni kəsməlisən ki, ondan əlaqə yarada biləsən. Bütün varlıq aləmi ilə əlaqəni kəsmədən Allahla əlaqə yaratmaq mümkünsüzdür. Bunu lütfən ictimai mənada başa düşməyin. Elə sabah belə düşünməyin ki, mən dedim ki, insan hamı ilə əlaqəsini kəsməlidir, yəni cəmaata salam verməməlidir, gedib bir küncdə, güşədə oturmalıdır ki, mən Allahla əlaqə yaradıram. Xeyr, bu qəlbdə baş verməlidir. İctimai münasibətlər öz yerində toxunulmazdır. Bu içəridə baş verməlidir, qəlbdə, ruhda baş verməlidir. Daxili əlaqələrdən söhbət gedir, ictimai əlaqələrdən yox. İnsan ictimai əlaqələrini kəsirsə, din onu qınıyır. O tərki dünyalıqdır və din şiddətlə qınıyır bu məsələni. Burada əlaqə kəsmək deyəndə söhbət daxildən gedir. İçəridə bu proses baş verir. Ruhun dərinliyində baş verir. Ruhunu, qəlbini başqa şeylərdən qopartmalısan. Kəsməsən, bitişdirə bilməzsən. Bunu gərək əvvəl kəsəsən, sonra Allaha bitişdirəsən. Allahdan qeyrilərindən kəsmədən Allaha bitişmək mümkünsüzdür. La ilahə illallahın bütün mənası budur. La ilahə illallah ladan başlanır. Ərəb dilini bilənlər bilir ki, la ərəbdə inkarı bildirir, inkar. La yox deməkdir. Yəni təsdiqdən qabaq la ilahə illallah deyir. La yəni yox. Yox deyirsən ki, hə deyə biləsən.
Allahdan qeyrilərinə yox demədən Allaha hə demək mümkünsüzdür. Əvvəl Allahdan başqaları ilə mənəvi əlaqəni kəsməlisən, qayçılamalısan. Ondan qopandan sonra insan bitişir Allah. Ona görə la əvvəldə gəlir. İnkar əvvəldə gəlir, təsdiq sonra. La ilahə illallah. Yoxdur Allah Allahdan başqa. Biz öz dilimizə tərcümə eləyəndə deyirik ki, Allahdan başqa Allah yoxdur. Amma ərəb dilində belə gəlir. Yoxdur Allah Allahdan başqa. Yəni başqalarına, Allahdan qeyrilərinə yox demək Allaha bitişməyin ən vacib şərtidir. İnsan əlaqələrini kəsməklə məşğul olmalıdır bu dünyada. Onsuz da bir gün ölümlə biz hamımız bu varlıq aləmi ilə əlaqələrimizi kəsəcəyik. Ölüm bizi qopardacaq. Bu onsuz da baş verəcək. Bir gün sevdiklərimizdən, könül bağladığımızdan zorla ayrılacaq, zorla. Kullu nəfsin zaiqətül məut. Hər bir insan ölümü dadmalıdır. Bu ölüm bizi hər şeydən qopardacaq. Bu könüllü bir proses deyil, icbaridir, məcburidir. Bizim əlimizdə deyil. Amma bizə deyiblər ki, nə qədər o məcburi ayrılma gəlməyib, könüllü, dünyada yaşaya-yaşaya özünüzü könüllü şəkildə onlardan ayırın başqa şeylərdən. Hədis var, mutu qəblə ən təmutu. Ölməmişdən qabaq ölün. Görün, nə gözəl bir cümlədə bu dərinlikdə mənanı hədislər bizə çatdırır. Ölməmişdən öncə ölün. Ölüm bu mənada yox, ayağı uzadın, yatın. Ölümün mahiyyəti nədir? Ölüm əlaqələrdən qırırsa adamı, hamıdan qopardır, aparırsa, dirilikdə özün özü qopard. Könlü bağlama heç nəyə. Qır özü başqa şeylərdən. Dünyada qopardınsa ölüm asan olur. Ölüm qalır bir dənə ruhun bədənindən çıxması. Amma yox, qopartmadınsa, ona görə deyirlər, bəzi adamın ölümü çətindir. O necə kök salmış ağac var, onu xüsusi gərək maşın gətirsinlər ki, onu kökdən dartıb qopartsınlar. İnsan var, ölümü belədir. O qədər yapışıb hər şeyə ruhu, o qədər o sarmaşıq kimi dolaşıb dünyaya, onu qopardanda ağrılı olur. Ona görə ruh ağır çıxır bədəndən. İbrahim əleyhissalam görəndə dəhşətə gəldi. Kafirlərin ölümünü gördü. Dedi ki, heç bir əzab olmasa cəhənnəmdə, elə bu ölüm bəsdir adama. Möminin ölümünü necə deyir? Deyir, bir gülü iynəmək kimidir ölüm. Çünki artıq əlaqələrini kəsib, könlünü yapışdırmayıb bu şeylərə. Qopardıb deyə quş kimi ruh uçur, gedir Allahın dərgahına. Bütün peyğəmbərlər biz insanların içinə buna görə gəlib ki, bizə başa salsın ki, əlaqələrinizi kəsin hər şeylə. Hər şeylə əlaqələrinizi kəsin. Allah öz dostlarını qətligaha göndərib, Hüseyni Kərbəlaya göndərib, bu həqiqəti bizə başa salmaq üçün. Və Hüseynin məclisinə ona görə gəlirik ki, Məhərrəm aylarında ki, bu əzadarlıq qopartsın bizi hər şeydən. Hüseynin qətligaha getmək fəlsəfəsi, İmam Hüseyin ağanın hər şeyindən keçməyinin bir fəlsəfəsi budur ki, Bəni Adəm övladı Allahdan qeyri şeylərdən qopsun. O qədər ali hədəfdə Allah razıdır, sevimli bəndəsi qılınc altında doğransın, tək ki bizim bu zəncirlərimiz qopsun. Ruhumuzda olan o bağlılıqlar, Hüseyni öldürən qılınclar sanki bizim o ruhumuzda olan o kəndirləri, zəncirləri kəsib qopartmalıdır. Bütün hökmlərin hamısına baxın, namaz qılırıq, Allahu Əkbər nə deməkdir? Allahu Əkbər qayıtsı deməkdir. Yəni Allahdır ən böyük, ondan başqalardan qop, onlar hamısı kiçik məsələlərdir. Namaza daxil olanda Allahu Əkbər, yəni ki qop hər şeydən. Əkbər ən böyük olan Allahdır. Onlar qeyri şeylər əhəmiyyətsizdir. Əhəmiyyət versin, namazın namazdır. Namaz təkbirlə başlanır. Təkbir qopmaq deməkdir, ayrılmaq deməkdir. Peyğəmbəri, səhabələr deyir ki, namaz vaxtında Peyğəmbər gedirdi namaza, məscidə girirdi, bizə baxırdı, amma elə bil bizi tanımır. Elə bir halda olurdu. Heç kəsi görmürdü Allahdan başqa. Namaz halında belə bir haldaydı. Bayram günləri gəlir, İslamın bayramlarına baxın. Əsasən bayramlarda deyir, oruç tutun. Bayramdır, qoy yiyək, içək, danışaq, gülək, deyir, oruç tutun. Niyə görə? Çünki oruç qopardır insanı.
Oruc qopardır insanı başqa şeylərdən. Əlaqə kəsilir. Yeməklə əlaqə kəsilir. Yemək də ən zəruri şeydir. Yeməklə əlaqə kəsilirsə, başqa şeylərdən çoxdan kəsilər. Allah başa salır ki, əsl bayram sənin üçün ondadır ki, qopasan başqalarından. Ürəyindən çıxardasan hər şeyi. İnsanlığın bayramı odur. Ona görə bayram günləri gətirir ki, müstəhəbdir oruç tutasan, müstəhəbdir oruç tutasan. Düzdür, müstəhəbbi orucu gün ortada kimsə pozdura bilər adama. Bayram süfrəsində möminlər cəm olarsa pozdurmaq olar. Amma niyə gətirib orucu qərar verir? Başa salır ki, ruhun bayramı budur. Ruh kəsilməlidir ki, bayram eləsin. Orucun başqa nə fəlsəfəsi var? Orucun başqa nə fəlsəfəsi var? Oruc gəlir, Ramazan ayı gəlir sabahdan. Böyük bir hadisədir bu. Böyük hadisədir. Heç birimiz bəlkə də cəsarət olmasın. Sizə deyim, dəyərləndirmirik ki, nəyin astanasında dayanmışıq. Elə bilirik ki, filan saatdan filan saata az qalacaq. Yox, böyük bir hadisədir. Böyüklüyü nədədir? Bizi qopardacaq hər şeydən. Bizi qıracaq hər şeydən. Orucun fəlsəfəsi budur. Eydi övliyaullah deyirlər oruca. Allah dostlarının bayramı gəlir. Allah dostlarının bayramı bundadır ki, bayram o zamandır ki, qopardır insanı. İnsan özü könüllü şəkildə hər şeylə əlaqəsini, qəlbi əlaqəsindən söhbət gedir, kəsərsə, ölüm ona rahat olacaq. Ölüm onsuz da kəsəcək. Könüllü eləsin bunu. Otursun, baxsın, desin, baba filan şey mənimdir, əlimdən getsə getsin. Əlimdən gedəndə gözüm dalıyca qalacaqsa, deməli qopmamışam ondan. Allah bizdən bunu istəyir. Azad insanlar budur. Az belə adam var. Namaz qılan çoxdur, belə adam azdır ki, ən qiymətli bir şey əlindən alınsın, gözünün ucu ilə baxmasın. Deyir, getdi, xoş getdi. Sağ-salamat getsin, məsləhətli getsin. Buna hazır ola bilsin insanın ruhu. Allahın biz insanlardan istəyi budur ki, başqa şeylərdən qopaq və ancaq ona bağlanaq. Əstəğfurullah, bu nədəndir? Bəlkə əstəğfurullah, bəzi adam deyər, Allah niyə bu qədər zorla özünə birləşdirir? Bu bir növ egoizmdir ki, məni istəməndən başqa heç kəsi, əstəğfurullah, belə deyir. Ona görə istəyir ki, ona bağlanaq, çünki bizim xoşbəxtliyimiz ondadır. Yoxsa bizlə nə işi vardı? Onun nə ehtiyacı vardı? Biz ona bağlandıq, bir daşa, heykələ bağlandıq, pula bağlandıq. Allahın nə ehtiyacı var? Niyə bu qədər deyir, qop hamıdan mənə bağlan? Məyər özünü göstərmək istəyir? Xeyr, bizim saadətimiz bundadır. Biz başqa yolla xoşbəxtliyə çata bilmirik. Neyniyək ki, yol budur. Başqa bir yol yoxdur. Bizi sevdiyinə görə bunu deyir. Ona görə əmr eləyir, oruç tut. Ona görə mən bunu keçmişdə də demişəm. İnsan Allahın məhəbbətini orucda hiss eləyir. Biz bilirsiniz, Allahı sevirik. Allah bizə nəsə verəndə. Evim yox idi, ev verdi. Deyirəm, qurban olum, səni çox istəyirəm. Nəsə istəyirəm, verir, onu da çox istəyirəm. Amma Allahı doğrudan tanıyan insanlar Allahın əmrlərində sevir onu. O ki deyir, yemə. O yemə sözü yağ kimi ürəyinə yayılır. Çünki o yemədə bütün məhəbbət gizlənib. Allah bilir ki, bundan qopmasa insan xoşbəxt olmayacaq. Odur ki, o əmri ilə Allahı sevəsən. Əmrlərinə itayətlə Allahı sevəsən. Ona görə Allah əmr eləyir, oruç tut. Niyə Ramazan ayında? Burada oturanların hər biri təsdiq eləyər. Mənə də deyiblər neçə nəfər. Bu da qəbul olunmuş bir şeydir. Hamının Ramazan ayında Allahla əlaqəsi möhkəmlənir öz səviyyəsində. Yəni istənilən bir adam bunu təsdiq eləyə bilər ki, başqa aylara nisbətən Allaha yaxınlığı çox olur. Niyə görə axı? Ona görə ki, əlaqəsi kəsilir başqa şeylərdən. Sübh namazında il ərzində yaxşı dura bilməyən adamlar hamısında durur. Elə bilməyin, yeməyə görə durur. Rahatdır durmaq. Çünki əlaqə dünyadan kəsildiyiniz Allaha bağlanmaq asan olur. İl ərzində oxumadığımız Quranı bəzən biz bu bir ay ərzində oxuyuruq. Ramazan ayı çıxır, gələn Ramazan ayına qədər bu ayın, nəinki bu ayda oxuduğumuzu, o 11 ay ərzində heç bu ayda oxuduğumuzun bəlkə bir ayı oxumur bəzi adam var. Amma burada oxuya bilir. Niyə ibadətə şövq yaranır? Niyə Allahla əlaqə möhkəmlənir? Çünki oruc gəlir, qayçı kimi kəsir, qopardır yeməkdən, içməkdən və yemək içməyin timsalında hər şeydən qopardır biz insanları.
Bağlar qırılır bu ayda, Ramazan ayında. Və bütün ibadətlərə baxın, bütün ibadətlər bunun üçündür ki, bizi qopartsın. Xums vermək nədir? Ver, qopard ürəyindən çıxart. Əslində, verdiyin qədər ürəyindən qopardı verirsən. Bir fəqirə yardım elə, qopart ver. Həccə gedirsən, birinci budur ki, ağ paltarı gedinən ləbbeyk, Allahümmə ləbbeyk. Nədir mənası? Yəni ki, hər şeydən qopub sənə tərəf gəlmişəm. Həccin fəlsəfəsi budur. Həcc ümumiyyətlə Allahdan qeyrilərindən qopmaqdan başqa bir şeydir. Həcc Həzrəti İbrahimin adı ilə bağlıdırsa, İbrahim İsmaili qurban kəsmək istəyəndə, Allah deyir, bıçaq kəsməyəndə deyir, kifayətdir. Əsas odur, ürəyindəki əlaqəni kəsdin. Mənə mühüm olan budur. Mən istəmirəm ata, oğlum boğazını kəssin. Bu imtihan idi ki, görüm ürəyində o əlaqə vardı. Səni İsmaila bağlayan bağlara bıçaq çəkdin. O mənə bəs eləyir. Da İsmaili kəsməyə ehtiyac yoxdur. Bir qoz göndərirəm, hacılar da o qozu kəsməklə əslində onu tərənnüm eləyir, o heyvan kəsmək qurban bayramında. Yəni əlaqələrimi kəsdim. Onun damarlarına bıçaq qoyanda bunu düşün ki, məni Allahdan qeyri şeylərə bağlayan bağların hamısını kəsib atıram. Bu bağlar kəsilməklə insanlığın həqiqətinə çatır. Bu həqiqət də nədədir? Allaha bağlanmaqda. Bir dənə də sual yəqin ki, sizdə yaranacaq. Yaranmadısa, mən sizin adınızdan sual verim, onu da cavablandırım. O sual da budur ki, bəs əgər mən başqalarından əlaqəmi kəsəcəmsə, o zaman heç kəsi sevməməliyəm. Axı, necə ola bilər insan heç kəsi sevməsin? Bu necə insandır? Daş insandır bu. Allah istəyir, biz daş qəlbli olaq, heç kəsi sevməyək. Xeyr, məsələ burasındadır ki, hər şeydən qopandan sonra, Allaha bağlanandan sonra təzədən ikinci məhəbbət gəlir insanın ürəyinə, məxluqata qarşı. Amma bu məhəbbətin əvvəlkindən fərqi bu olur ki, bu məhəbbətdə mənfəət olmur da. Bu bilirsiniz hansı məhəbbətə oxşayır? Allahın bəndələrinə olan məhəbbətinə oxşayır. İnsan belə bir həddə çatır. Allaha ki bağlanır, Allah gözü ilə başlayır bəndələrə baxmağa, o xüsusi bir məhəbbətdir. O həqiqi məhəbbətdir. O məhəbbətdə təmənna yoxdur, mənfəət yoxdur. Ona görə də həm cəmaatı sevirsən, həm əlaqəyi kəsmirsən. Bax, belə bir hal yaranır insanın daxilində. Ona görə Allah bizdən bunu istəyir ki, əlaqələrinizi kəsin, əvvəl bununla məşğul olun. Möminlərin ən zirəngi Peyğəmbər buyurur, zirəng adam odur ki, ölümü çox yad eləsin. Çünki ölüm əlaqələri kəsir. Gedir, dayanırdı qəbrin üstündə Həzrət Əli deyirdi ki, gəlin sizə ay ölülər, sizə mən dünyadan xəbər verim, deyim sizə nə var, nə yox. Deyir, o evlər ki almışdınız, başqaları yaşayır. Var dövlətiniz başqalarına qismətdir. Həyat yoldaşlarınız başqaları ilə izdivac eləyib. Görsən sən nə qədər vəfasız bir dünyada yaşayırdın. Görürsən necə könül bağladığın adamlar səni torpaq altına qoyub, arxa çevirib gedir. Bunlar hamısı görməli mənzərələrdir. Dəfnə gedin deyir, buna baxmaq üçün. Baxın, görün, dünənə qədər qolboyun olduğu adamlar, başqa çarələri də yoxdur. Arxasını ona çevirib gedir. Dalıca hədisdə var, qışqırır ki, məni hara qoyub gedirsiniz? Fəryadı ucalır, eşidən yoxdur. Qoyub çıxıb gedirlər. Bu əlaqə orada kəsilirsə nə yaxşıdır ki, mən indidən o əlaqəni özüm könüllü şəkildə kəsim. Orada insan bir şey başa düşür ki, Allahdan başqa heç kəsim yox imiş. Mən li qeyruk, əleyhissalamın sözüdür bu. İlahi, səndən başqa kimim var? Amma biri var, onu orada başın daşa dəyəndə, hamı çıxıb gedəndə, qaranlıq qəbirdə qalanda başa düşəsən, onun qiyməti yoxdur, heç bir qiyməti, da o bəllidir. Amma biri də var, hələ ki var dövlət səndədir, övlad yanındadır, ailə yanındadır, dost-tanışın əhatəsindəsən, indidən qırasan deyəsən, mən li qeyruk, səndən başqa kimin var? Onda qiyməti var ki, indiki məqamda bunu başa düşəsən. Orada o qədər də qiyməti yoxdur. Ölümü düşünməsən, ölümə hazır olmasan, ölüm haqda danışmasan, həyat şirin olmur.
həyatı şirinləşdirən ölümü sevməkdir. Qəribə ziddiyyətlər var Allahın dinində, zahiri ziddiyyətlər. Bilirsiniz niyə görə? Həyatı acılaşdıran nədir? İnsanların dünyaya olan bağlılığı, davalar nə üstündədir? Amma ölümü sev, dünya gözündən düşsün, gör həyat nə qədər şirin olur insan üçün. Çünki dava eləməyə bir səbəb yoxdur. İnsan dünyanı sevirdiyə dava eləyir. Bütün acılıqlar, ixtilaflar dünya məhəbbəti üstündədir. Amma ölümü sevən adamların həyatına baxın, 50 il yaşayırlar bir yerdə. Gözün üstə qaşın var demirlər bir-birinə. Çünki dava eləməyə bir səbəb yoxdur. Axı, nə üstə dalaşsınlar? Hər şeyi mənasız görürlər. Ona görə hərdən ölümdən danışanda deyirlər ki, din bu qədər ölümdən danışır, onda da həyat mənasız olur. Əksinə həyat mənanı onda tapır. Həyat şirinliyi onda tapır. Ölüm haqda düşünəndə, ölümü sevəndə həyat başlayır şirinləşməyə. Çünki ölümü düşünən adamın dünya gözündən düşür, ixtilafların da kökü dünya məhəbbəti deyə ixtilaf olmur cəmaatın arasında. Bir alim deyirdi ki, 124 min peyğəmbəri hamısını gətirib bir şəhərə yığasan, deyəsən yaşayın burada, 124 min adam o şəhərdə yaşayar, bir dəfə uza səs eşitməzsən. Biri-birinə belə eləmə, belə elə deməz. Çünki ixtilaf eləməyə bir səbəb yoxdur ortada. Nə üstə dalaşsınlar bunlar? Bunlar mənasız bilirlər bu dünyanı. Ona görə də həyatları şirin olur. O həyat şirindir ki, cəmaat bir-birinin üzünə gülsün, desin, mehriban olsun, yoxsa İnsanlar dava eləyirlər, dalaşırlar bir-birindən, bu həyat şirindir. Ona görə də dünya həyatını şirinləşdirmək üçün dünyanı insanlara sevdirmək lazımdır, ölümü sevdirmək lazımdır ki, dünyada da xoş yaşasınlar, xoşbəxt yaşasınlar. İnsan könüllü şəkildə Allahdan qeyrisindən qopmasa, Allah onda bilirsiniz neyinir? Bəla göndərir, zorla qopardır bizi. Onda hadisələrlə qopardır bizi. Sevdiyimiz adam belə bir şey eləyir bizə qarşı və yaxud da hansısa bir arxalandığımız bir amil bizə dönük çıxır. Allah başlayır bu imtihanlarla ki, özüm başa düşmədin, indi gəl mən hadisələrlə, bəlalarla səni başa salım, səni qopardım. Nə qədər ki, bəla gəlməyib, insan xoşluqla başa düşsə yaxşıdır. İnsan ictimai varlıq olmasına baxmayaraq tənha bir varlıqdır. İnsan tənhalığını başa düşməsə xoşbəxt olmaz. Bu çox incə mövzudur. Mən tövsiyə edirəm ki, özünüz düşürün. Mən çatdıra bilməyəcəm bu neçə dəqiqədə. İnsan tənha varlıqdır. İctimai varlıq olmasına baxmayaraq, cəmaatın içində yaşamasına baxmayaraq, insan gərək cəmin içində özünü itirməsin. Həmişə fikirləşsin ki, bir mənəm, bir Allah. Sanki Allahla bundan başqa heç kəs yoxdur. Elə bil ki, burada hamı oturub, heç biriniz cəmin içində özünüzü itirməyin. Elə zənn eləyin ki, Allahla sizsiniz. Bu cəm sizə görə, mənə görə yığılıb bura. Mənə görə yox. Hər bir burada oturan belə düşünməlidir. Elə bil kamera quraşdırıblar, səhərdən axşamacan ancaq mənə baxırlar. Və əslində elə belədir həqiqətdə. Elə düşün ki, Allahla məndən başqa heç kəs yoxdur. Bunu hiss eləməlidir insan. Bunu hiss eləməyənəcən kəmala çata bilməz insan. İctimai əlaqələr var, amma şərti əlaqələrdir. İnsan zatı etibarı ilə tənhadır dünyada. Axirətdə hiss olunur, amma burada hiss olunmur. Amma elə axirət buranın həqiqətidir. Tək-tək qəbirdə qalırıq, cəmlə qəbirdə qalmırıq biz. Tək-tək, hər birimiz tək qalırıq qəbirdə. Qiyamətdə qalxanda tək gəlirik, o cəmin içində Allahla təkbətək qalırıq. Əslində dünyada da təkbətək idi. Səsküy başımızı qatırdı, elə bilirdik cəmin içindəyik. Cəm şərti məsələdir. İrham fi hazihid dünya qurbəti. İmam Səccad duada deyir, İlahi bu dünyada qəribliyimə rəhm elə. Və fil qəbri vəhşəti, qəbirdə tənhalığıma rəhm elə. İmam Səccad əleyhissalamın duasıdır. Bu bütün danışdıqlarım var. Əgər Allah olmasa, bu danışdıqlarımızdan sonra Allah mövzusunu gətirməsə faciədir. Görürsünüz, adamlar özünü öldürür.
intihar eləyir, intiharların sayı dünyada çoxalır. Özdə bilirsən, hansı ölkələrdə bunu bəzən maddi amillərlə bağlayırlar. Amma baxıb görürlər, inkişaf eləmiş ölkələrdə intiharların sayı daha çoxdur statistikaya görə. Bilirsiniz niyə? Bütün bu dediklərimi başa düşür, amma Allahı gətirmir mövzunun sonunda. Onda dəhşətdir. Bir halda ki, hər şey vəfasızdır, hər şey boşdur, o boşluğu hiss edir, o boşluğu nə ilə doldurum? Bu bəhslərdən sonra Allah gəlməsə çox acı bəhslərdir. Ona görə mövzu həssasdır. Gərək düzgün dinləyəsiniz ki, mən bunu gənclərə deyirəm, dinləyəsiniz ki, doğru nəticə çıxardasınız. Mömin adam o adam deyir ki, zariya yaşayır ki, əşi bu nə vəfasız dünyadır, bu nədir? Xeyr, o şeylərdən qopandan sonra, onların vəfasızlığını dərk eləyəndən sonra Allah gəlir ortaya və Allah özü ilə bütün ləzzətləri gətirir. Əslində bunu başa düşmək müqəddimədir Allaha bağlanmağa. Allah olmasa böyük faciədir. Onda insanlar özlərini asır, öldürür ki, canını qutarsın bu bədbəxtçilikdən. İnsan bir şeyi başa düşsün ki, mən tənhayam. Tənha olmağımın mənası budur, hamıdan üst çevirim, cəmaat içində yaşayım, özümü öldürüm cəmaat üçün, gecə-gündüz cəmaata xidmət eləyim, eyni zamanda həmişə qarışmayım, hiss eləyim ki, mən tənhayam. Bu tənhalıq hissini itirməyim. Həm qarışa, həm qarışmaya, maraqlı budur. Hədisdə var ki, cismi cəmaatlandır, ruhu mənim yanımda. Qarışmayım, həm qarışım, cəmaatla bir yerdə yaşayım, həm də həmişə hiss eləyim, biraz kənardayam, bir mənəm, bir Allah. Bir mənəm, bir Allah. Ona görə əxlaqda var ki, çox da məsələn dərdüyü başqalarına demə. İslam əxlaqı deyir. Dərdüyü çox adama demə. Allah deyir ki, mənim bəndəm dərdini başqasına danışır, istəyir ki, mən də pisliklərini açım başqalarına, danışım, göstərim. Deyib dərdi başqalarına demək, dost olsa qəmli olacaq, əziyyət çəkəcək. Düşmən olsa sevinəcək. Niyə danışırsan ki? Ya dostluğu narahat eləyəcəksən, ya düşmənliyi sevindirəcəksən. Demir, heç demə, amma deyir, çox da cəmaata dərd deməyə öyrəşmə. Sənin Allahın var, bir sən varsan. Qop başqalarından əlaqələri kəs. Cəmiyyətlə də olsa insan bilsin ki, hesabı təkdir, Allahlandır. Elə başa düşür ki, məndən başqa adam yoxdur dünyada. Bir Allah var, bir mən varam və hər şey mənim üçündür. Allah mənlə gündə danışır bu hadisələrin dili ilə. Bir ərəb gəldi əleyhissalamın yanına. Çöl ərəbi idi, çöl ərəbləri. Amma bəzən Allahın qəribə işləri var. Çöl ərəbi, bədəvi ərəb. Nə səviyyədə adamdır. Gəlir bir söz danışır ki, görürsən ki, bunu hardan başa düşüb. Belə də olur. Allah bəlkə hüccət üçün deyir ki, istəsən bunların da içindən çıxar. Sualından bilinir ki, mərifət sahibidir. Bədəvi ərəbdir. Yazır ki, Sələ ərabiyyun an əmiril müminin. Bir çöl ərəbi gəldi, Həzrət Əlidən soruşdu. Nə barədə? An dərəcatil muhibbin. Allahı sevənlərin dərəcəsi barədə. Allahı sevənlərin hansı dərəcələri var? Əleyhissalam da dedi, qoy deyim sənə. Ədna dərəcatihim, qoy ən aşağı dərəcəsini deyim. Allahı sevənlərin ən aşağı dərəcəsi. İtayətini kiçik sayar, günahlarını böyük. Bu bizim bəhsə aiddir. 2 dənə şey deyir. İtayətini kiçik sayar, günahlarını böyük. Ondan sonra bir söz deyir ki, bu bizim bəhsə aid sözdür. Buyurur, və huvə yəzunnu ən leysə fiddareyni məxuzən qeyruh. Və belə zənn eləyər ki, bu iki dünyada, həm axirətdə, bundan başqa, özündən başqa, heç kəsi Allah hesaba çəkməyəcək. Bunu deyəndə ərəb özündən gedir, yıxılır. Ərəb özündən gedir, yıxılır. Elə bil ki, heç kəsdən sorğu-sual olunmayacaq. Bütün hər şey sən demə yaranıb ki, məni tək sorğu-suala çəksinlər və qiyamətdə biz bunu hiss eləyəcəyik. Qiyamətdə biz əməl dəftərimizi açıb Allahla danışanda bizdə belə bir hiss yaranacaq ki, ilahi sənin işin gücün elə mənlənmiş. Sən deməsən, heç kəsi yaratmamısan məndən başqa. Sən elə bütün günün məni izləyirsənmiş ki, mən hara baxdım, necə elədim. Bu hiss bizə gələcək qiyamət günündə.
Ərəb bu sözü eşitdi, özündən getdi, özünə gətirdilər, gözünü açandan sonra dedi, qal, həl dərəcətun ə'la minha, dedi, ya əmir əl-müminin, bundan üstün də dərəcə var. Əleyhissalam cavab verdi, var 70 dənə dərəcə. Bu ən ibtidaisidir. Ən birinci dərəcəsi budur. Bundan sonra 70 dərəcə var. Birinci dərəcə budur ki, insan özünü tənha bilsin. Ancaq mənəm və Allahdır. Azam verilir, məni çağırır. Düzdür, mən cəmaatın içindəyim, amma məndən Allahdır. Allah deyir, gəl, namaz vaxtıdır. Ramazan ayı gəlir, mənim orucumdur, məni çağırır ziyafətə. Gedəcəm, bir Allah olacaq, bir mən bu qonaqlıqda. İkimiz olacaq bu qonaqlıqda. Oturacam Allahla üzbəüz mənəvi mənada. Cəmaat tərif eləyir onu, tənqid eləyir, heç elə bil eşitmir. Çünki onlardan qopub. Cəmaatın tərifini, tənqidini eşitmir bu insan. İxlasa çatır. Ancaq Allahı görür. İxlasın həqiqəti budur. Mən sizə bir dənə hədis deyim. Sözümü də yavaş-yavaş yekunlaşdırım, yavaş-yavaş. Bu hədisi məncə siz eşitməmisiniz. Mən də dünən oxumuşam bu hədis, dünən çıxıb qabağıma. Hələ indiyə qədər mən bu hədisi görməmişdim. Məncə bu hədis bilirsiniz nədir? Elə bil ki, bir susuz adam isti yay günündə əlinə su götürər, içər, nə qədər ürəyi sərinlənər. İxlas haqda danışanda bu hədis belə bir təsir qoyur. Doğrudan da mən çox heyran qaldım bu hədisin gözəlliyinə. Buyurur ki, bəzi insanları qiyamətdə gətirəcəklər sorğu-sual eləməyə. Əməl dəftərini sağ əlinə verəcəklər. Sağ əlində bilirsiniz ki, Quranda da var bu. Quran həqiqətləridir. Sağ əlinə əməl dəftəri verildi, nicat tapdı bir adamın. Əməl dəftəri də bu dəftərdən deyil. Nədirsə, oxşar bir şeydir. Amma o mənəvi aləmin qaydaları başqadır. Dəftər ona görə deyirlər ki, biz nəsə başa düşək, yoxsa biz başa düşmərik. Burada oxşayan sözləri tapıb deyirlər ki, biz başa düşək. Əməl dəftərini sağ əlinə verəcəklər. Axı mələk də gəlir sonra soruşmağa. Hədis buyurur ki, mələk gələcək, dəftəri alacaq ondan. Açacaq dəftəri görəcək, ağappaqdır. Dəftərdə heç nə yazılmayıb. Əməl dəftərində. Axı bu 70 il yaşayıb məsələn. Bunun namazları yoxdur, oruçları yoxdur. Qılmasaydı sağ əlinə verilməzdi. Deməli, bu namaz qılan olub, oruç tutan olub, bu yaxşı insandır. Amma heç nə yoxdur, ağ vərəqdir. Elə bil ki, ağ vərəqlə gəlib bu. Mələk təəccüblə qalır, bilmir nədir bu işin sirri nədir. Allaha deyir ki, ilahi, bu salih adamdır, amma bunun heç bir əməli yazılmayıb. Bunun nə namazı yazılıb, nə orucu yazılıb, heç bir əməli yazılmayıb. Allah deyər, onu rahat buraxın. Deyərlər, rahat buraxaq, amma hikmətini bilmək istəyirik, bu nədir? Allah buyurar, bunlar o qədər xalis bəndələrim idi ki, istəmirdilər bunların əməllərindən, hətta əməlləri yazan mələklər də xəbərdar olsun. O qədər xalis idilər. Allahla öz aralarında heç kəsi görmək istəmirdilər. İstəmirdilər, hətta mələklər xəbərdar olsun. Mən də bunların bu ixlasını görürdüm. Bunlar əməl eləmək istəyəndə mələklərin gözünü örtürdüm, onlar da görmürdü. Ancaq mən bilirdim, bir də özü bilirdi. Heç kəsin xəbəri yox idi. Çünki ürəyindən keçir ki, heç mələk də bilməsin, o qədər xalis bəndədir. Onu deyəndən sonra mələklər deyər, yaxşı ilahi, bunu indi cənnətin harasına aparaq? Cənnət axı belə yerdə bir otaq olsun, hamı cəm olsun. Bir dərəcə ilə o bir arasında neçə min il fasilə var cənnətdə. Bunu harasında yerləşdirək? Allah deyər, onunla da işiniz olmasın. Onu mən bilərəm, bir də o biləcək. Onu hara aparacam, onu ikimizdən başqa heç kəs bilməyəcək. Siz mələklərin başa düşdüyünüz məqam deyil. Bu insanın əməli xalis mənim üçün idi, yerini də mən bilərəm. Bu insana hara apararam, onu o biləcək, bir də mən biləcəm. O xüsusi cənnətimdir mənim, xüsusi yerimdir. İnsan belə məntiqlə yaşayanda, belə olanda, özünü tək hiss eləyəndə, Allahdan qopmuş hiss eləyəndə, insanın ürəyində Allaha qarşı məhəbbət yaranır. Bu məhəbbət də qəm yaradır. Birini sevsən çünki günün qara olur.
Birini sevsən, qovuşmaq istəyirsən, dünyada da mümkündür. Qovuşa bilmirsən. Qəm gəlir ürəyinə, bunu da gərək dadasan ki, biləsən o nədir. Bundan qaçmaq yox. Bunu bir dəfə ürəyə saldınsa, gör yaşamaq nə qədər ləzzət eləyir insana. Gəlir bütün mikrobları yandırır. Adamlar var, deyir ki, mən qurtula bilmirəm. Bir dənə namaz qılıram, təkəbbür gəlir, qürur gəlir ki, mən nə iş gördüm. Oruç tuturam belə. Onun əlacı çox çətindir. Onun bir əlacı var. Allahdan ayrılıq qəmi ürəyə düşəndə insan özünü də görmür, ancaq onu görür. Ancaq həsrət çəkir. Odur ki, əməl eləyir, eləyən kimi yadından çıxır. Çünki əməlindən də qopub, əməlindən də əlaqəsini kəsib. O, nəfsi yandıran bir qəmdir. Əleyhissalamın münacatına bax. Mevlaya ya Mevlay, Entəl xaliqu və ənəl məxluq və həl yərhəmül məxluqə illəl xaliq. Mevlaya ya Mevlay, Entəl ğəfuru və ənəl muznib və həl yərhəmül muznibə illəl ğəfur. Deyir, ilahi, sən xaliqsən, mən məxluqam. Məxluqa xaliqdən başqa kim rəhm eləyər? Sən rəhimlisən, mən günahkaram. Rəhimlidən başqa günahkara kim rəhm eləyər? Entəl qəviyyu və ənəz zəif və həl yərhəmüz zəifə illəl qəviy. Sən güclüsən, mən zəifəm. Zəifə güclüdən başqa kim rəhm eləyə bilər? Görürsən, mən, sən. Əli başqa heç kəsi görmür. Əleyhissalam elə zənn edir ki, bir budur, bir də onun məbududur. Bu hər bir insanın məntiqidir. Bu hər bir insanın yaşayış fəlsəfəsidir. Bu hal insanda xüsusi bir haldır ki, Allah bizi bu məqama, bu hala çatmaq üçün yaradıb və elə bir xoşluq verir ki, onu heç nə ilə ifadə eləyə bilmərik biz. Bu insanların vüsal anı yaxınlaşdıqca, Allaha qovuşmaq anı yaxınlaşdıqca, o insanların halına gərək baxasan. Həmin haldır ki, Həzrət Əli əleyhissalam Ramazan ayının 19-cu gecəsində qızı deyir, biz atamızı belə vəziyyətdə həmişə belə idi, amma bu cür görməmişdik. Axırıncı gecə idi, deyir, bir yerdə qərar tuta bilmirdi. Girib çıxırdı, ibadət eləyirdi, qalxıb göyə baxırdı, çıxıb həyətə göyə baxırdı, zikir deyirdi, inna lillah və inna ileyhi raciun, bu zikri təkrar deyirdi, ürəyi döyünürdü. Niyə? Çünki bir ömür həsrət çəkdiyi an yaxınlaşır. Bu öz sevdiyinə qovuşacaq indi. Sevdiyinə qovuşacaq. Bu bir ömür bu qəmdə yanıb, özdə gör necə ləzzətli və xoş həyat yaşayıb. Niyə həyatı ləzzətli olub? Çünki bu an gələcək bu həyatın sonunda. Bunu gözləmək özü bir ləzzətdir. İndi o an gəlir, ona görə məscidə gedir o haldan, məsciddə də başına qılıncı vuran kimi bu söz deyir ki, Fusto və Rəbbil Kəbə, and olsun Kəbənin Rəbbinə nicat tapdım. Bu da həyatın məntiqi sonluğu. Allah həsrəti ilə yaşayan insanın ölümü də belə olur. Ölümü də şirin olur. And olsun Kəbənin Rəbbinə nicat tapdım. İmam Hüseyin ağa da elə idi. Aşura günü əsr çağı yaxınlaşdıqca düşmənlər etiraf edir ki, üzü parlaqlığı çoxalırdı, üzü gülürdü, halı dəyişirdi. Elə bir haldaydı ki, bir nəfər düşmən deyir ki, mən gəldim, onu gördüm axır məqamlarında can verən vaxtda. And olsun Allaha deyir, ikinci belə adam görməmişdim ömrümdə ki, bu qədər itkidən sonra üzündə belə bir parlaq nur olar. Gözü yumulub zikir deyir və deyirlər ki, Şimir dizini qoydu İmam Hüseyin ağanın sinəsinə. Dizini qoyanda İmam Hüseyin ağa deyir, gözünü açdı, o xəncər boğazına gəlib toxunan kimi deyirlər ki, biz onun üzündə təbəssüm gördük. Ölümü təbəssümlə qarşıladı, ölümü sevinclə qarşıladı. Allahın insandan istədiyi bu məqamdır ki, insan bir ömür bu həsrətlə yaşasın. Bu həsrət, bu qəm şirin qəmdir. Dünya həyatını gözəlləşdirir adam üçün. İnsan ləzzət alır yaşamaqdan, çünki qovuşacaq bir gün. Və axır anında da tam rahatlıqla, aramlıqla ya əyyətuhən nəfsül mütməinnə irci'i ilə rabbiki raziyətən mərziyyə. Ey aram olmuş nəfs, ruh, Allah belə qarşılayır bu insanı. Dön Rəbbivə tərəf, sən də ondan razısan, o da səndən razıdır. Bu insanın bu dünyada mövcudluğunun fəlsəfəsidir. Əuzu billahi minəşşeytanirracim.
بسم الله الرحمن الرحيم إنا أعطيناك الكوثر فصل لربك وانحر إن شانئك هو الأبتر. صدق.